bir təsəvvür yaranıb. O budur ki, Əbu Bəkirin o şəxsiyyəti, məsələn, çox mülayim adam idi, tez ürəyi kövrələrdi, ağlayardı, belə qəddarlığı yox idi, əsəbi deyil idi, aqressiv deyil idi. Bu cürə tanıtırıblar və müqayisə edirlər ikincisi ilə. Amma həqiqət elə deyil. Həqiqət elə deyil. Biraz dərindən araşdıranda görür ki, həqiqət belə deyil. Elə Əhlüsünnənin öz kitablarından müxtəlif hadisələri bir-birinin kənarına qoyanda obraz dəqiqləşir. Bəli, obraz dəqiqləşir, gözəl ifadə. Hətta xarici Belçikalı tədqiqatçı Henry Lamens. Henry Lamens deyir ki, o İslamşünasdır və Əbu Bəkirin həyatın Əhlüsünnənin öz qaynaqlarından araşdırır, bu məsələyə toxunur. Deyir ki, o cürəki təsəvvür yaranıb elə deyil. O obraz deyil. O obraz deyil. Onun bu tədqiqatçı 1937-ci ilə dünyasını dəyişib. Deyir ki, bəziləri elə təsəvvür edirlər ki, Ömər çılğın adam, əsəbi adam, necə deyərlər, tez özündən çıxan, qəddar adam. Bu cürət bir təsəvvür yaranıb. Əbu Bəkir bunun əksinə. Amma deyir ki, Əbu demir Ömər o cürə deyil idi. Deyir, Əbu Bəkir ondan da aqressiv idi. Ondan da qəddar. Hətta deyir ki, bəzi yerdə Ömər onu sakitləşdirirdi. Ömər onu geri çəkirdi. Demək, bu adam deyir ki, hətta bu söz, yəni birinci xəlifənin belə qəddar olmağı, necə deyirlər, qəzəb, əsəbli olmağı, insanlarla qəddarcasına davranmağı və tünd reaksiyası Peyğəmbərin rivayətində də var, Peyğəmbərin dilində də var. Peyğəmbər Ayşənin o bəzi rəftarlarına deyir ki, bu elə atasına oxşuyub. Atasından irs aparıb. Atasından irs aparıb. Baxın, Peyğəmbərin huzuruna gəlib gördük, qızı Peyğəmbərin üzünə qayıdır və onu vurdu orada, döydü, üzünə şillə vurdu, özündən çıxdı. Bir dəfə qulamı, nökəri dəvəni itirmişdi yükləri ilə bir yerdə. Peyğəmbərin huzurunda onu döydü. Vurdu, döydü və qəddarcasına rəftar elədi. Bu nümunələri gətirir. Həmin Belçikalı alim. Bəli, Lamens. Bu nümunələri gətirir, deyir ki, heç də belə deyil idi ki, o cürə təsəvvür yaradıblar ki, bu tez ağlayır. Bəlkə bir rivayət var. Bu rivayət də bizə çox qapı açır. O rivayət İmam Sadiq əleyhissalamın rivayətidir. Məlumdur ki, bu təsəvvür o dövrdə də var idi. Formalaşmışdı. Bəli. O təsəvvür var idi ki, mülayim obraz. Xəlifə çox mülayim, ikincisi biraz qəddar. İmam Sadiq əleyhissalam və güya elə bütün o zülmləri edən, bütün o günahları edən ikincidir. Hər şeyi ikinci planlaşdırıb. İmam Sadiq əleyhissalam buyurur ki, ikinci birincinin günahlarından bir günahdır.